Düşünürəm bugün onlar üçün həm də bir qürur və vətənpərvərlik günüdür. Abşeron Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Şəfəq Qəsəbə Tam Orta Ümumi Təhsil Məktəbində 8 noyabr Zəfər gününə həsr olunan geniş tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji kollektivi ilə yanaşı millət vəkilləri, Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Gülnar Rəhimova, şəhid general-mayor Polad Həşimovun anası Səmaya Həşimova, Abşeron rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmailova, Yeni Azərbaycan Partiyası Abşeron rayon təşkilatının sədri, şəhid ailə üzvləri və qazilər iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Məktəbin direktoru Almaz Hüseynova çıxış edərək Zəfər gününün xalqımız üçün tarixi əhəmiyyətindən danışıb. Bu gün Ali Baş Komandanımızın rəhbərliyi ilə əldə etdiyimiz böyük qələbəni qeyd edirik. Bu zəfər minlərlə şəhidimizin qanı, qazilərimizin fədakarlığı sayəsində mümkün olub. Hər bir Azərbaycanlı bu günü qürurla xatırlayır və gələcək nəsillərə ötürməlidir deyə Almaz Hüseynova bildirib. Tədbir zamanı 44 günlük Vətən müharibəsi qəhrəmanlarının şücaətindən bəhs edən videoçarx nümayiş etdirilib. Şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib, kompozisiyalar təqdim ediblər. Onların çıxışları tədbir iştirakçılarını duyğulandırıb, bir çoxunun gözlərini yaşardı. Qonaqlar sırasında çıxış edən şəhid ailələri və qazilər Azərbaycanın zəfər yolunda keçdiyi çətin, lakin şərəfli yoldan danışıblar. Qazi və şəhid valideynlər vurğulayıblar ki, bu gün ölkəmizdə şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı Prezident İlham Əliyev və 1-ci vitse-prezident Mehriban Əliyevin siyasətinin əsas istiqamətlərindən biridir. Sonda məktəblilərə qəhrəmanlıq, vətən sevgisi və dövlətə sədaqət mövzusunda tövsiyələr verilib. Tədbir Qarabağ Azərbaycandır şüarının səsləndirilməsi və birgə foto ilə yekunlaşıb. Bugün bizim məktəbdə Zəfər gününə həsr olmuş tədbir keçirildi. Məktəbimizin şagirdlərinin əksəriyyəti şəhid və qazi övladlarıdır. Düşünürəm bugün onlar üçün həm də bir qürur və vətənpərvərlik günüdür. Tədbirdə şagirdlərimiz tərəfindən hazırlanmış vətənpərvərlik mövzusunda müxtəlif şeirlər, mahnılar və kompozisiyalar səsləndirildi. Onu da qeyd edim ki, bu il həm də suveren ilidir. Təhsil məsələlərində də bu mövzu mühüm istiqamət kimi dəyərləndirilir. Çalışırıq ki, hər şagird öz dövlətinə, onun suverenliyinə, milli dəyərlərinə sahib çıxmağı bacarsın. Bu cür tədbirlər təkcə Zəfər gününün xatirəsi deyil, həm də gənc nəslin vətənpərvəri ruhunda böyüməsinə xidmət edir. 44 günlük müharibə qəhrəmanlarının igidliyi unudulmur və unudulmayacaq. Zəfər bayramımız mübarək. Nizam Rəsulov, xüsusi olaraq Denis TV üçün.